Yəqin ki, istirahət vaxtınız da bitdi. Sabahdan etibarən ciddi şəkildə oxumaq lazımdır. Mənim də bu son günümdür. Ürəyinə bir qaz verim. Gedir. İndi söhbətimizi eləyə bilərik. Deməli, imtahana neçə günümüz qaldı? 60 gündən də az bir zamanımız qaldı. Amma bu elə bir zamandır ki, sən bu qalan zaman ərzində həm balını stabil saxlaya bilərsən sınaq balından, həm aşağı sala bilərsən, həm də qaldıra bilərsən. 50 və 100 bala qədər qaldıra bilərsən. Və bu xüsusən kimdə baş verir? Məsələn, sən 100 bal toplayırsansa sınaqda, 150 bala qaldıra bilərsən. Bunu necə eləyəcəksən? Bəzi çətin mövzular var ki, həmin mövzular keçməməyə şərti ilə ki, onsuz da mövzu səndə alınmır. Əvvəldə olan hissələri davamlı təkrar. Yəni, biri var 25 riyaziyyat sualın 25-nə keçib 10-da nə yazasan, biri var 15-ini keçib 13-də 14 dənə və yaxud 20-sini keçib 16-17 dənə yazasan. Bax, bu variantdan istifadə edə bilərsən. Həmçinin Azərbaycan dilindən. Səndə görürsən ki, qayda alınmır, getmir də, sən özün nə öldürürsən, nədir, həmcinslə, əlavə ilə getmir. Bu səndə alınmır və yaxud feil növləri çatmırsan. Bırax onun başını, gücünü verməyə mətnə. Cəmaət ikisini işləyəndə sən üçünü işlə. Həmçinin ingilis dilindən də bu variantlardan hər hansı birini tətbiq edə bilərsiniz. Və ona görə uşaqlar, bu sizin imtahan balınızı inşallah yaxşı bir şəkildə artıracaq. Yəni, qalan o 60 gün və yaxud 50 gün, 40 gün o qədər bərəkətli bir zamandır ki, sən həmin fürsətdən istifadə edib yetərincə fərq yarada bilərsən. Çünki bu qalan vaxt ərzində öyrəndiyin odur ki, imtahana az qalır. Yəni, bu nədirsə bunu öyrəndin, getdin. Amma oktyabrda öyrəndiyin, gəlir martda yadından çıxır. Sən indi yanvarda öyrəndiyin şeyi marta kimi unuda bilməzsən axı. İmtahan da yəqin ki, martın əvvəlində falan olacaq. Elə gözləyirik. Belə, yəni düşünürəm ki, siz qalan zamanınızı daha yaxşı dəyərləndirib, yəni burada biraz fərqlər var da, məsələn 270 bal yığan uşaq 300-ə rahat qaldıra bilərmi? Xeyr, orada çətin məsələdir, amma 250-dən 280-ə falan qaldırmaq bu artıq mümkün olan bir şeydir. Bu arada bizim onlayn qruplarımıza qoşulmaq üçün hər gün sürət şəkildə sabahdan etibarən başlayır. Hər gün sürət şəkildə imtahanı kimi təkrar proqramı 2 dəfə bitirmək istəyirsiniz 055 597 0151 yazırsınız. Hansı fəndən istəsəniz bizə qoşula bilərsiniz. Sağ olun.